Salam, Texnoloq Azərbaycan kanalına xoş gəlmisiniz. Bu videoda sizlərə Windows Firewall-la, yəni kompüterimizin içərisində olan Firewall-la istədiyimiz hər hansısa bir proqrama necə blok qoya bilərik ki, o proqram internetdə çıxış əldə edə bilməsin. Bunu əlavə third party proqram yükləmədən edəcəyik, yəni Windows-un içərisində olan Firewall-la bunu rahatlıqla edə bilirik. Gəlin baxaq bu proses necə olur. Deməli Windows R basırsınız və bizim qarşımıza run çıxacaq. Başqa cür axtarış yerinə run yazaraq da girə bilərsiniz. Sadəcə qısaldılması Windows R-dir. Burada wf.mcg, yəni Windows Firewall MCG-yə daxil oluruq. Bizim qarşımıza Firewall-un belə deyim pəncərəsi açılacaq ki, hansı ki biz orada Firewall-la bağlı bir neçə ayarı, yəni istədiyimiz ayarları konfiqurasiya edə bilirik. Baxın, belə bir pəncərədir bizi qarşılayan. Bizə burada lazım olan isə outbound rules-dur. Bura daxil olandan sonra burada bir neçə kompüterin içərisində əvvəldən gələn rollar var. Bizim bunlarla bir işimiz yoxdur. Hal-hazırda məndə burada yüklü olan proqramlardan WinIRO Tweaker proqramı var. Bu Windows-da bəzi tweakləri eləməyimiz üçün olan bir proqramdır. Sadəcə test üçün bu proqramı elə bil blok qoyacaq ki, internetə çıxa bilməsin. Burada yoxlamaq üçün ki, indi internetə həqiqətən də bağlantısı var yoxsa yox. Burada Tools-a gələcəm bu proqramda və Settings-ə daxil olacağam. Bu proqramda sadəcə yoxlamaq üçün eləyirəm. Yəni hər hansısa bir başqa bir proqram olsun. İnternetə o proqramla girə bilirsinizsə, internetə çıxışı varsa, onda siz özünüz biləcəksiniz, yəni yoxlaya biləcəksiniz. Sadəcə bu proqram üçün bu sadəcə görünən tərəfində internetə bağlantılı olduğunu görmürük deyə mən bu formada yoxlayacağam. Burada update yeri var. Görürsüz, bu proqramın versiyasını yoxlamamız üçündür və ya versiyasını update etməyimiz üçündür. Burada check now var. Buna basırıq və burada görürsünüz ki, ekranda WinIRO-nun yeni versiyası var və bizə təklif edir ki, bunu yükləmək istəyirsiniz deyə yox. Deməli biz görürük ki, bu proqramın öz serverinlə bir bağlantısı var. Bu da o deməkdir ki, proqram internetə çıxa bilir. Okay. Biz burada no edirik və proqramı bağlayırıq. Birinci baxmaq lazımdır ki, bu proqram ümumiyyətlə harda yerləşir. Çünki biz Windows Firewall-da bu rolu qoymaq üçün proqramın harda yerləşdiyini bilməliyik. Deməli gəlirik WinIRO Tweaker proqramının üzərinə və burada sağ düyməyə basırıq. Sağ düyməyə basanda qarşımıza Open File Location seçeneği çıxacaq. Burada görürsünüz. Burada daxil oluruq. Burada görürsünüz proqram WinIRO Tweaker.exe-dir. Bunu yadda saxlayırıq və bizə lazım olan ikinci şey də proqramın harda yerləşdiyidir. Bu adres. Bu adresi öyrənmək üçün bir dəfə bu boş yerin üzərinə klikləyəcəksiniz. Burada görürsünüz ki, proqram harda yüklənibsə, o görsənəcək. Bu yeri Ctrl+C edərək kopyalayırıq və gəlirik Windows Firewall ekranına. Burada outbound rules-a daxil olmuşduq. İndi isə new rule-a daxil olacaq, yəni yeni qayda yerinə. Qarşımıza belə bir pəncərə açılacaq. Burada proqram var, port var və digər seçənəklər var. Bizə lazım olan proqramdır. Çünki biz proqrama blok qoyacaq. İstəsəniz portları da blok qoya bilərsiniz. TCP/UDP portlarını da blok qoymaq olar. Yəni 80, 53, 443 və hər hansısa portlara sırf yəni spesifik o porta da blok qoya bilərsiniz. Biz sadəcə proqramı blok qoymaq istəyirik. Burada proqram seçəcəyik. Seçdikdən sonra next edirik. Burada da all programs yox, proqramın yerləşdiyi yeri deməliyik. Bunun üçün browse edirik və yuxarıdakı bu hissəyə elə görürsünüz ki, məndə də bura açıldı. Sizdə açılmaya da bilər. Yuxarı hissəyə gəlirsiniz və Ctrl+V edərək yəni bunu bura paste edirsiniz, kopyaladığınız yeri. Enter basdıqdan sonra həmin proqramın olduğu yerə, directory-yə sizi gətirəcək. Burada WinIRO Tweaker.exe. Çünki biz bayaq Open File Location eləyəndə gördük ki, yəni bu proqramın özü exe faylı kimi WinIRO Tweaker-dir. Yəni burada bir neçə dənə proqram ola bilər. Məsələn, WinIRO Tweaker Helper var, Elevator.exe var. Siz bilməyəcəksiniz burada bir neçə exe olsa proqramın özü hansıdır. Ona görə bunu yadınızda saxlayırsınız. Bu proqramın exe faylı WinIRO Tweaker.exe-dir. WinIRO Tweaker.exe-ni seçdikdən sonra burada open edirsiniz. Burada bu proqram düşdü. Yəni Windows Firewall bu proqramın yerini və proqramın özünü tanıdı. Yenidən next edəcəyik. Burada da connection-lara bağlı sual verir ki, biz bu proqramın belə deyək, connection-na icazə vermək istəyirik, yoxsa bloklamaq istəyirik. Bizə burada lazım olan block the connection-dır. Çünki biz bu proqramı internetə çıxışını bloklamaq istəyirik. Ona görə də bunu seçirik və next edirik. Bu ekranda da bizdən domain, private və public soruşur. Bu indi biz F şəraitində eləyirik deyə hər hansısa bir proqramı eləyirik. Bu qədər də detallarına enməyə ehtiyac yox. Ona görə də elə bu üçü də burada seçilmiş formada qalsa, olar, problem yoxdur. Bunlara əl vurmuruq və next edəcəyik. Burada isə bizdən adını soruşur. Bu qaydanın, bu rulun adını soruşur. Bu sizin özünüzə qalan bir şeydir. Necə istəsəniz qoya bilərsiniz. Sadəcə elə bir ad qoymalıyıq ki, özümüz biz bilək ki, bu qayda ilə biz hansı proqrama və yaxud da nəyə blok qoymuşuq və yaxud da icazə vermişik. Biz WinIRO Tweaker proqramına blok qoyduğumuz üçün özümüzə bir not veririk sanki və yazırıq WinIRO, mən belə yazacağam, blok. Vəssalam.
mən oca biləcəm ki, bu proqram üçün blok rulu yaratmışam, bu odur. Yazdıqdan sonra finish edirəm və görürsüz bura WinIRA blok düşdü. Əla. Biz qaydamızı yaratdıq. Yəni WinIRA-nın internetə çıxışını blokladıq. Hər şey əladır. Qayıdırıq təzədən WinIRA proqramına və bayaq elədiyimiz check for updates yeri var idi orada, xatırlayırsınızsa. İndi yenə eyni yerə daxil olacağam və update-i check eləməyə çalışacağam. Görə bu səfər bu proqram öz serveri ilə əlaqəyə girib proqramın yeni versiyasının olub-olmadığını yoxlaya biləcək yoxsa yox. Bunun üçün check now edirik və görürsüz qarşımıza belə bir error ya da bir warning çıxır. Can't check for app updates. Please try later. Yəni bu proqram serverinlə əlaqə qurub hazırki versiyadan daha üstün versiya olduğunu yoxlaya bilmədi. Bu nə mənaya gəlir? Bu o deməkdir ki, bizim bu proqramımızın hal-hazırda internetə çıxışı yoxdur ki, öz serverindən əlaqə yarada bilmədi. Yəni biz uğurlu bir şəkildə bu proqramın internetə çıxışını bloklaya bildik və istəsək əgər sabah bir fikrimizi dəyişdik, dedik ki, yox, bu proqrama blok istəmirəm, çox sadədir. Bunu da geri qaytarmaq. Yenə elə Windows Firewall-da gəlirsiniz, heç bu rulu silməyinizə də ehtiyac yoxdur. Elə buradan disable rule eləsəz, yəni rolu deaktiv, bayaq enable idi, yəni aktiv şəkildə idi, indi deaktiv eləsəz, yenidən gəlsəz, check now eləsəz, görürsüz artıq WinIRA-nın yeni versiyası var. Yükləmək istəyir, bildirişi bizə çıxır. Yəni bu o da deməkdir ki, WinIRA öz serverindən uğurlu bir şəkildə bağlantısını qura bildi. Bu qədər. Bu videoda mən sizə çox sadə bir şəkildə Windows Firewall vasitəsilə, yəni kompüterimizə, Windowsumuza əlavə bir proqram yükləmədən necə istədiyimiz hər hansı bir proqrama internetə çıxmaması üçün blok qoya bilərik və gördüyünüz kimi addımlar da çox sadə idi və ümid edirəm ki, detallı sizin üçün izah edə bildim bu prosesləri. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olmaq istəsəz, abunə ola bilərsiniz və əgər yeni videolardan da bildiriş əldə etmək istəyirsinizsə, kanala yüklənən yeni videolardan xəbərdar olmaq istəyirsinizsə, bildirişləri aça bilərsiniz.